Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Lal Ördəklər TV kanalında. Əziz izləyicilər, deməli bugün lal ördəyimiz çıxardıbdı. Altında 16'da yumurta var idi. İndi bilmirəm neçəsini çıxardıbdı. Gəlin gedəyim onu birlikdə yığmağa. Burada da görürsüz güllərimiz açıbdı gözəl. Dedim çəkəm onları sizə görsədəm. Burada deməli qırmızıdır. Bunun orada pəmbə rəngi də var. Ondan sonra sarı rəngi də var. Arı gəldi, qoymur arı bizi. Ondan sonra baxın burada ağ rəngi də var belə. Heç nə. İndi gedəyin əziz izləyicilər yığmağa. Deməli əziz izləyicilər, baxın gördüyünüz kimi burada yatmışdı. Gözəlləri. Onları yığmaq lazımdır ki, o digərləri hansı ki belə deyək çıxmayıb, onlar çıxsın. Deməli 3 qabıqlarını belə götürəyim buradan. 3 deməli 6 7 maşallah yaxşı çıxmışsın 7 8 9 10 11 12 13 ana aman vermir, ana aman vermir. Ana aman vermir ki yığaq. 13 3'ü də elə altındadır. 16 olmalıdır. Bu cürə. Bunda hələ heç nə yoxdur. Niyə? Ya ölübdür, ya ışığı yandıraq görək. Baxaq belə. Yox bu. Yəqin sonradan olandır. İçində var bala. Amma hələ çıxmaq yoxdur. O yüzden biri də yatır. Onun altına qoyası olacağım onu. Bax bunda. Bunda da var. Ancaq hələ çıxmaq ehtimalı yoxdur. Yox bu laxdır. Bu uca laxdır. Bunda yoxdur. Deməli baxın burada 13 dənə baladır. İkisi də altında qaldı. İkisi altında qaldı. Bu yüzden de biri yatır. Bak düz o şeyin altındadır. O şeyin altındadır. Belki de bunları onun altına yol onun altından belki de gətiribdi. Bugün onun altındakiler nətərdir. Deməli əziz izləyicilər, o birisi ördəyin yumurtalarını gətirib bunu da qoyuram. Nəyə görə? Çünki o bax belə bir yeşin altında yatıbdı. Əl zat girmir. Zorla elə çıxartdım. Onun da çıxmağına 2-3 gün qalıbdı. Qoydum içində deməli 2 özünküydü. O çox az yumurtlamışdı. 2 4 deməli 4 8 biri də belədir. Bilmirəm indi bu çıxacaq. Yoxsa onun altından çıxartdım. Əzifdir, qırılıbdır, nədir? Bala içində baxın sağdı. Biz təngi nəfəs oldum. Sağdı. Ancaq belə deyək. Məncə də çıxmağına var. Eybi yox. Yəni qoyuruq. İndi bir də nə işlə olmayacaq. Çıxa da bilər. Belə deyək. Ölə də bilər. Yandan da bir də qoyaq. Yumurtaları şeyləsin. O birisini ucu qaldıracağım. Şey olsun. Necə deyim. Yenidən başlasın yumurtayı yatmağa. Oradadır. Bax onu. Ona görə çıxartmaq lazımdır ki onu pis yerdə yatmışdı o. Şimdi farağın balaları quru derə qoymağa. Deməli əziz izləyicilər, lal ördəklərimizin balalarını baxın beləcə bura qoyuruq. İndi bu istili sistemini quracağı özü istəyəcəkdir. Bunları belə götürürük ki o digər yumurtaları
yaxşı çıxartsın. Bax belə qoyduq. İndi başlayaq istilik sistemini qurmağa. Evet, deməli əziz izləyicilər, istilik sistemini qurduq, birdədir və bunlar belə deyək, bir-birinə yapışırlar. Tükləri görürsünüz necədir. Şimdi burada beləcənə istiliyin altında şeyləyib və isinəcəklər. Sonra isə axşamüstü isə yemzaq qoyacağım. Düzdür, bunlara birinci səfərdir yemzaq qoymaq, hələ ki tezdir. Hələ yeni çıxıblar, özlərinə gəlsinlər, sonra isə belə qoyacağam. Bu qədər, hər kəsə təşəkkürlər. Kanallarımıza Quşlar TV, Lal Ördəklər TV, həmçinin Kənd Heyvanları kanalına abunə olun. Videolarımıza da like qoyun, çünki biri-birindən gözəl faydalı videolar gəlir. Sağ olun, salamat qalın.